Məsəl üçün, bu qozdan mən çox demirəm. 200 qram bizdən alın, yiyin. 200 qram da azzadan. Və yaxud da başqa bir yerdən dadını özünüz hiss eləyəcəksiniz. Baxın, mən bunu burada sıxıram. Fikir verin, kündəni sıxdım. Gördünüz, xəmirlər gedir. Bir də sıxıram. Tam dibə dəyir, kağız kimi eləyirəm mən bunu ki, siz bunu yeyəndə onun xırçıldayan o dadını hiss eləyəsiniz. Yoxsa mən bunu burada dolu saxlasam, o olmur. Bəli, Abşeron tortunu bir gün öncədən hazırlayırsan peçenyalarını, yəni xəmirinin biskvitləri, o da biskvit də adlanmır, bezi adlanır. Həmin o bezi xəmirlərini hazırlayırsınız və onu, deyək ki, bugün saat 5-də o getməlidir sifarişə. Siz onu axşamdan hazırlayırsınız, bəziyirsiniz, qoyursunuz soyuducunun alt qatına. Yəni ki, buzluq olmayan qatına qoyursunuz. Bir günə oradakı kremin yağlılığından həmin o tort, bezelər yavaş-yavaş yumuşalmağa başlayır. O yumuşalmağa başlayandan sonra elə bu olur əsil Abşeron tortu. Düz dedim xanımlar. Qızqanın tortlarını sevirəm, bilmirəm. Bəli. Halaldır. Çox sağ olun. Bilənlər bilir, bilən xanımlar başqadır. O tort kaprizli tortdur, bəli. Qabın altında xəmir qalıb. Bilirəm xanımlar, buradan görürəm. Biz bu xəmiri şeyləyəndə, hazırlayanda, zaten sobaya qoyanda hər tərəfli baxıb sonra qoyuruq. İndi mən bir dənə bunu qoyacağım, tez pişsin. Ay, 200 dərəcədə qoyacağım bunu. Bişməyi. Cavab yazacağım. Siz bir dənə sürdüm artıq sobada, soyuducudan. Piroqun 2 dənə xəmiri var idi məndə və mən bunu 2 hissəyə bölmüşdüm. Baxın. Bu qəşəyindi. Bunu isə yenidən bükürəm və düşünürəm ki, bunu buzluğa qoyum. Qoymayım. Elə alt gözə qoyacağım bunu da. Nə xəmiridir? Bəs bir İtaliya mətbəxinə aid olan bir şirniyyatdır. Şu. Deməli, bunu nə edirik biz? Burada baxın, necə də yapışır, yoxsa yox. Bəli. Elə bunun üstündə pişirəcəm. Çünki qabım, yaxşı qabım istədiyim kimi yoxdur deyə burada deyil. Ona görə də burada eləyəcəm. Xanım, paltar almaq istəyir, yaxmadan soruşursunuz. Mən isə paltar ölçüm burada olsaydı, mən bunu belə etməyəcəkdim. Amma qıraqları da balacadır. Qabın içinə yayım mən bunu. Kvadrata eləyərdim. Bunları da biraz yayım onda. Qıraqlarını bildim bununla qayracam. Xəmirimin prosto qapağı yekə oldu. Ona yeni böyükdür. Ölçü bəsimdir. Əla. Güloya, güloya, bülbüloya.
Yeni gələn artıq görürəm ki, artıq heç zat like'lar eləmirsiniz. Normal meyvə püresi yoxum idi, yəni hazırlamamışdım. Əlimdə olan belə bir modlarım niyə blok edir? Yaxşı eləyir, mən elə istəmişəm. Kimsə gəlib burada özünü reklam etməsin, xanımlar. Biz də əziyyət çəkirik burada, biz də öyrənirik ki, hansısa turp səhifəsi dingiş kimi belə gül atmasın, öz səhifəsini burada reklam edə bilməz. Raya etdiniz. Yəni ki, bu bir praktikadır. Məsəl üçün, biz orada gördüyümüzü deyirik, nə yaxşı mən də eləyərəm. Amma yox, gəlib alındırmaq istəyəndə bəzən görürsən ki, xeyr, o qədər də asan deyilmiş. Göründüyü qədər heç nə asan olmur. Elə insan var edə bilir, elə insan var edə bilmir. Bunlar çox böyük rol oynayır belə şeylərdə. Bunu əslində bu tart xəmiri, tartaletlər var ya, tartalet. Yəni onun xəmiridir daha çox. Onların özünün çəmbərində etmək daha gözəl olardı. Mənim o çəmbərim evdədir, o birisi evdə qalıb. Ona görə də mən belə edəcəm bugün. Bu şekilde yapıyorum. Bunu hazırlayabilirsiniz. Sütüsüz bitter şokolad. Tamam. Birazdan iftara hazırlaşacağım. Mən də bunu pişirim. İftardan sonra çay içərəm. Xanımlar sağ olun, salamat qalın. Bir şey paylaşacağım. Sifariş vermək istəyirsinizsə, mənim bu səhifəmə takib ata bilərsiniz. Florence Cake səhifəmizə takib ata bilərsiniz. Baxın, yuxarıda Florence Cake səhifəsi etiketlənibdir. Florence Cake'e takib atın və telefonumuzun zaryadkası bitib qoymuşam, zaryadka yığsın. Sonra orada da yazılarınıza cavab verəcəm. Qiymətlərlə bağlı nömrəmizə yazırsınız. Bir də burada Florence Cake səhifəsinə və mənim səhifəmə. Allah qəbul etsin. Çox sağ ol və Allah bütün hər kəsin orucunu qəbul etsin. Bəli, hazır vəziyyətində paylaşacağım piroqumun. İndi hazırlayım. Bitdikdən sonra da sizinlə bölüşəcəm. Təbii ki, piroqlarımızdan sifariş vermək istəsəniz, şəkər bura, paxlava, qoğal, milli şirniyyatlar, tortlar, şokoladlar, nə istəsəniz sifariş verə bilərsiniz. Və TikTokdan gələn təbii ki, izləyicilərimə də özümə məxsus hədiyyələrim və yaxud da endirimlərim də ola bilər. Allah hər kəsin tutduğu orucu qəbul eləsin, etdiyiniz dualar qəbul olunsun. Sağ olun, salamat qalın. İnşallah sabah yenə ola bilsin ki, yayım aça bilərəm. Və buradan da modlarıma çox sağ ol deyib yayımı bağlayıram.